Gedib multivitaminlərə bir ətək pul verirsiniz. 100 manat, 200 manat. Amma xəbərsizsiniz ki, multivitaminlərin 80% demək olar ki, işləmir. Məsələ vitaminlərdə deyil, məsələ bədənin onu tanıyıb tanımamasındadır. Gəlin indi bir-bir səbəblərə baxaq ki, nəyə görə işləmir. Birinci səbəb, əksər multivitaminlər sintetik formada olur. Yəni bədən onları yad cisim kimi tanıyır. Ona görə də soğurulması çox zəif baş verir. Məsələn, vitamin Y. Vitamin Y-nin bədən natural formalarını tanıyır. Nəticə, içirsən, amma sidi ilə çıxır. İkinci səbəb, vitaminlər tək başına işləmir, komanda şəklində işləyir. Məsələn, vitamin D, maqnezium olmasa aktivləşmir, kalsium, K2 olmasa damarları daşlaşdırır və yaxud B vitaminləri birlikdə işləməlidir. Multivitaminlərdə isə adətən dozalar balanssız olur. Bəzisi var, bəzisi yoxdur. Nəticə, biri işləyir, digəri bloklanır. Üçüncü səbəb bağırsaqlar. Əgər bağırsaqların yaxşı işləmirsə, vitaminlər də sovrulmayacaq. Çünki vitaminlərin 70-80% bağırsaqlarda sovrulur. Köp, qəbizlik, ishal, yaxın keçmişdə antibiotik istifadəsi varsa, vitaminlər yaxşı sovrulmur. Yəni, mikrobiom işləmirsə, nəticə sıfır. Həmçinin doza düzgün təyin olunmaya bilər və yaxud da yanlış vaxtda seçilə bilər. Məsələn, D vitamini səhər saatlarında qəbul edilməlidir. B vitaminlərini axşam saatlarında içmək olmaz, çünki yuxunu poza bilir. Həmçinin sink və dəmiri eyni vaxtda qəbul etmək risklidir, çünki biri digərini bloklayır. Bədəni vitaminlərə necə hazırlayaq, açıqlamaq qismində.